Chelsea-dən Mareskanın, United-dən isə Amorimin gedişi bir klubun siyasətinin, digər klubun isə siyasətsizliyinin göstəricisidir. Lakin ironiya ondan ibarətdir ki, çox güman ki, siyasətsiz klub bu situasiyadan qalib ayrılacaq. Əlbəttə ki, hər iki məşqçi nəticələrinə görə deyil, baxmayaraq ki, həmin nəticələr qeyri-sabit idi. Klub rəhbərliyi ilə olan komandanın vizyonu və komandanın daxilindəki hakimiyyət uğrunda olan mübarizənin qurbanı oldu. Mareskanın halında bu əslində gözlənilirdi, çünki yayda Maresca agentini dəyişərək Cristiano Ronaldo'nun agenti olan məşhur Portuqaliyalı Jorge Mendes ilə əməkdaşlıq etməyə başladı. Mendes ilə işlədikdən bir həftə sonra onun həm Juventusdan, həm də ki Manchester City-dən təklif aldığını bildirmişdi. Çox güman ki, bunlar hər ikisi blef idi, çünki başqa etibarlı mənbələr bunu göstərmədi. Bu blefin də əsas məqsədi komandada daha çox hakimiyyətə malik olmaq istəyi idi. Bir tərəfdən Mareskanı başa düşmək olar, çünki Mareska komandaya həm Konfrans Liqasının kubokunu, həm də ki klublararası dünya çempionatını, üstəlik də Çempionlar Liqasında çıxış etməyə imkan verən top 4-lüyü, halbuki İngiltərədə 5-ci komanda çıxmışdı, amma yenə də top 4-lüyü təmin etmişdi. Amma görünən odur ki, Mareska öz avtoritetini həddindən artıq çox şişirtdi və nəticədə adam işsiz qaldı. Bunu da qeyd edək ki, bu əslində Mareskanın da Chelsea-yə dəvət olunması və Chelsea-dən qovulması komandanın siyasətinin nəticəsidir. Xatırladaq ki, ilk 2 mövsümdə Ted Boyle'nin rəhbərliyi altında bərbad idarəçilikdən sonra Chelsea-də bir qədər balans var. Ekbalinin rəhbərliyi altında komanda əvvəlcə Mauricio Pochettino'nu gətirdi. Pochettino ilə uğur qazandı. Ardından bu uğur Maresca ilə davam etdi. Lakin nə qədər sistemli olursa olsun, Liam Rosenyor'un komandaya gətirilməyi bir qədər sual doğurur. Çünki ilk öncə Rosenyor əslində Chelsea-nin farm klubu olan Strasbourgdan gəlir, yəni sistemlə tanışdı. Digər tərəfdən əgər Rosenyor'un şəxsiyyətinə bir qədər dərindən geçsək, o daha çox TikTok fenomeninə oxşayır. Hansısa belə ifrat solçu, hansı ki özünü mümkün vasitələrlə çox belə yöndəmsiz şəkildə diqqət mərkəzinə saxlamağa çalışan adama oxşayır. Chelsea əlbəttə ki Mareskanın gedişindən və Rosenyor'un gəlişindən nə itirə bilər? İlk öncə gəlin etiraf edək, gələn dəfə Barcelona maçı olsa, həmin maça komanda xüsusi adaptiv hazırlaşmaya bilər. İkinci tərəfdən isə Rosenyor çox güman ki, komandanın rəhbərliyi və tibbi ştabının dediyi ilə %100 baş əyib ona uyğun işləyəcək bir mütəxəssis oxşayır. Manchester United isə Amorimi qovdu və Amorimin qovulmasında əksinə Ineosun nə qədər sistemsiz işləməyi bir daha gözə girdi. İlk öncə xatırladaq ki, 2 mövsüm öncə hələ bərbad mövsümdən sonra Erik ten Hag qovulmalı idi, amma adamı nəinki qovmadılar, hətta kontraktını uzadıb ona 200 milyon funt sterling investisiya ayırdılar ki, istədiyi oyunçunu alsın. Amma ondan sonra çempionatın əvvəlində ten Hag qovulur, onun yerinə oktyabr ayının sonunda Ruben Amorim məşqçi kimi gətirilir. Hətta Amorim mövsümü Sportingdə baş vurmaq istəsə də Amorimə indi ya heç vaxt dileması ilə seçim qoyulur və Amorim komandaya gəlir. Bir tərəfdən bu yenə də Ineosun sistemsizliyi olsa da, bu nadir situasiyadır ki, hardakı sistemsizlik Manchester United-da kömək elədi. Çünki sözün həqiqi mənasında baxın, bu qələbə seriyasına görə, qələbə faizinə görə Amorim Manchester United tarixinin ən bərbad məşqçisidir. Sadəcə olaraq bir absurd statistikanı nəzərinizə çatdırım ki, bu adam 14 ay baş məşqçi işlədi və bu dövrdə Manchester United yalnız 2 dəfə dalbadal qələbə qazandı. Dövrün başlanğıcında City və Evertonla qələbə və bu mövsümün əvvəlində 3 dalbadal qələbə. Mən niyə görə Ineosu tənqid edirəm? Çünki adam 3-4-2 oynada bilir. Manchester United ona uyğun deyil, amma ona söz verirlər ki, Manchester United buna otuzduracaqlar. Bu yay ərzində 3-4-3 taktikasına az çox uyğun gələn oyunçular gətirilir, amma bu proses bitirilməmiş, Amorim göndərilir. Onun yerinə Ole Gunnar Solskjaer'in gəlməsi isə və ya Solskjaer'in gəlməsi əslində qısa müddətli, yəni gələcək halda əlbəttə ki, Manchester üçün çox yaxşı xəbərdir. Çünki Solskjaer bu sistemlə tanışdı. Solskjaer çox güman ki, o hər kəsi bezdirmiş, hər kəsi zəhləsini tökmüş üçlü müdafiədən imtina edərək klassik 4-2-3-1 və ya 4-3 taktikasına qayıdacaq. Nəzərə almaq lazımdır ki, Solskjaer əlində olan komanda ilə işləməyi bacarır. Düzdür, suallar da qalır. O suallardan biri ondan ibarətdir ki, Solskjaer Jose Mourinho'nun qovulmasından sonra da kluba gələndə həmən yo-yo effekti vermişdi, amma sonradan mövsümün sonunda komandanın fizika zəif olduğuna görə komanda yenə də Çempionlar Liqasında kənarda qalmışdı. Bu dəfə fərqli ola bilər. Solskjaer daha təcrübəli məşqçidir. Biz artıq başa düşürük, əgər Solskjaer gələcəksə o top oyunlarda çox effektiv olacaq, amma avtobuslarla bir qədər çətinlik çəkəcək. Amma Solskjaerin olduğu dövründən bu yana İngiltərədə avtobusların sayı azdır. Yalnız outsiderlər bu işlə məşğuldur. Ona görə bizim, yəni proqnozumuza görə, yəni ən azından Solskjaeri 6 aylıq gətirmək daha məntiqlidir. Nəinki 2032-ci ilə qədər Liam Rosenyor'a kontrakt vermək. Çünki dünyada yalnız Jürgen Klopp və
Pep Guardiola bu qədər uzun müddət işləyir. Ümumiyyətlə Chelsea nə ilə, harası ilə fikirləşir? Mənə maraqlı sualdır. Siz necə fikirləşirsiniz? Bu təyinatlardan və ya bu qovulmalardan hansı biri uğurlu gedişdir və hansı biri özünü daha uğurlu sübut edəcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəncə like düyməsini sıxın ki, belə videoları buraxmayasınız.